Bugünkü proqramımız Azərbaycan Silahlı Qüvvələrində baş verən proseslərə həsr olunub və proqramın adı Ordunun yeni təməldə qurulmasıdır. Bugünkü proqramın iştirakçıları, Real İdarə Heyətinin üzvləri Azər Qasımlı, Erkin Qədirli və mən Cəsur Sümərli, eyni zamanda Real Məclisinin üzvü Xalid Bağırovdur. Bugün Azərbaycan Silahlı Qüvvələrindəki problemlər cəmiyyətin diqqət mövzusundadır. Artıq bugün olan statistikaya görə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektoru il ərzində 64 nəfər hərbi qulluqçusunu itirib, eyni zamanda 60 nəfər yaralanıb və xəsarət alıb. Bu statistika 2003-cü ildən bu yana müvafiq dövr üçün ən böyük statistika hesab olunur. Nəzərə almalıyıq ki, ölənlərin yalnız 13 nəfəri düşmən gülləsindən dünyasını dəyişib, 51 nəfər isə qeyri-döyüş itkiləridir və qeyri-döyüş itkiləri içərisində xeyli sayda intiharlar, nizamdan hadisələrin pozulması nəticəsində dünyasını dəyişmə halları, xəstəlikdən ölmələr, eyni zamanda bədbəxt hadisələr, avtoqəzalar və s. Bu tip itkilərin sayının artması Azərbaycan Silahlı Qüvvələrinin ümumiyyətlə ordu quruculuğunda mövcud olan problemləri bir daha diqqətə gətirir. Aydındır ki, kompleks tədbirlərin görülməsi zərurəti ortadadır. Azərbaycan Silahlı Qüvvələrində olan problemlər ümumiyyətlə ordu quruculuğunun iflasa uğraması təəssüfünü yaradır, yəni perspektivini ortaya qoyur. Çox təəssüf edici bir dövrdür, çox təəssüf edici bir proses gedir və bunun orada mövcud olan problemlərin arada qaldırılması üçün kompleks tədbirlərin görülməsi zərurəti yaranır, müxtəlif fikirlər ortadadır və kompleks tədbirlərin görülməsi zərurəti yaranır. Əgər biz ordudakı vəziyyətə nəzər yetirsək, görərik ki, son dövrlər, xüsusilə də 2009-cu ildən bu yana Azərbaycan Silahlı Qüvvələrində islahatların dayandırılması müşahidə olunur. 2009-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrində aşağı səviyyələrdə müəyyən ştat struktur islahatları aparılırdı NATO ilə əməkdaşlıq planlarına uyğun olaraq. Amma təəssüf ki, artıq 2009-cu ildə yuxarı səviyyələrdə Müdafiə Nazirliyinin ali idarəedici səviyyəsində islahatlar dayandırıldı və bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində mövcud olan problemlərin həlli istiqamətində tədbirlərin görülməsi prosesi dayandırıldı. Orada ictimai nəzarət olmadı. Azərbaycan hərbi qanunvericiliyinin NATO standartlarına uyğun olaraq yerləşdirilməsi prosesi demək olar tormozlanıb. Parlamentin son illərdə bu istiqamətdə hər hansı bir fəaliyyəti gözə dəymir və bütün bunların nəticəsində Azərbaycan Silahlı Qüvvələrində vəziyyət gərginləşdi və eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan zabitlərinin məvacibi, təminatı çox aşağıdır və misal üçün qeyd etmək olar ki, Azərbaycan zabiti 500 manatdan başlayaraq məvacib alır və bu çox aşağı göstəricidir və bu ona cəmi 47 manat mənzil kirayəsi üçün pul verilir. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrində baş verən hər hansı bir problem, xüsusilə əsgər itkilərinin ciddi səbəbləri vardır və kompleks tədbirlərin görülməsi zərurəti ortadadır və sözsüz ki, əgər biz Azərbaycanın qanunvericiliyinə, ümumiyyətlə strateji sənədlərə baxsaq, orada ordu quruculuğunun strategiyası qeyri-bəllidir. Misal üçün, Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan hərbi doktrinasında ordu quruculuğunun xəritələri qeyri-dəqiqdir. Ümumiyyətlə, Azərbaycanın hərbi siyasi inteqrasiya strategiyası da qeyri-dəqiqdir. Yəqin ki, bu istiqamətdə Azər bəyin fikirlərini dinləmə marağı olar. Təşəkkür edirəm. Bu mövzu bugün Azərbaycan cəmiyyətini həddindən artıq maraqlandıran bir mövzudur və ordu quruculuğu bildiyiniz kimi Azərbaycanın, nəinki Azərbaycanın, ümumiyyətlə hər bir dövlətin milli maraqlarına uyğun, daha doğrusu milli təhlükəsizlik məsələsinə daxil olan bir məsələdir. Daha öncə siz də qeyd etdiniz ki, Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyası mövcuddur və bu konsepsiya bildiyiniz kimi 2007-ci ilin səhv etməmsə may ayında Prezident İlham Əliyev tərəfindən imzalanıb. Halbuki Azərbaycan ictimaiyyəti bu konsepsiyanı çoxdan ki gözləyirdi. Əfsuslar olsun ki, bu yalnız 2007-ci ildə imzalandı və ümumiyyətlə bu konsepsiya haqqında danışanda və o cümlədən də ordu məsələsinin konsepsiyadakı yerini və rolunu qeyd edəndə deməliyik ki, bu konsepsiya ruhsuz bir bədəndir. Çünki ordu quruculuğunda ilk növbədə həmin konsepsiyada Azərbaycanın NATO-ya, demək, Şimali Atlantik təşkilatına inteqrasiyası məsələsi qeyd olunur və sülh naminə tərəfdaşlıq proqramında Azərbaycanın bu proqramı imzalaması
daha sonra fərdi tərəfdaşlıq üzrə əməliyyat proqramını o cümlədən də qəbul etməsi məsələləri qeyd olunur. Amma əfsuslar olsun ki, həm o konsepsiyada, həm də reallıqda Azərbaycan NATO təşkilatına bilavasitə üzvlük məsələsini ortaya gətirmir. Yəni, bu konsepsiyada konkret olaraq nəyə görə biz NATO-ya üzv oluruq, nəyə görə biz bu təşkilata inteqrasiya etmək istəyirik? Bax, bu suallara ciddi şəkildə əfsuslar olsun ki, cavablar yoxdur. Və konkret olaraq fərdi tərəfdaşlıq üzrə əməliyyat proqramını götürdüyümüzdə deyə bilərik ki, məsələn, həmin proqramın 3-cü mərhələsi var və əfsuslar olsun ki, həmin 3-cü mərhələsini Azərbaycan iqtidarı ümumiyyətlə həyata keçirmək istəmir. Bundan vaz keçir. O da daha çox Azərbaycanda parlamentin ordu üzərindəki nəzarəti, parlament tərəfindən nəzarət etməsi, ümumiyyətlə ictimaiyyətin ordu məsələlərinə bir nəzarət mexanizminin hazırlanıb həyata keçirilməsi, daha sonra Müdafiə Nazirinin bilavasitə mülki şəxs olması məsələsi və Müdafiə Nazirliyindən baş qərargahın ümumiyyətlə ayrılması məsələsi durur və əfsuslar olsun ki, Azərbaycan bundan heç birini həyata keçirtmir və görünür ki, keçirtmək fikri də yoxdur. Düzgün qeyd elədiniz, ümumiyyətlə parlamentin rolu çox vacibdir və eyni zamanda fərdi tərəfdaşlıq əməliyyat planını da qeyd elədiniz. Yəni, ona təəssüflənirəm ki, bu sənəd Gürcüstan və Ermənistanda ictimaiyyət üçün açıq olsa da, Azərbaycanda bu qapalı bir sənəddir və bu sözsüz ki, bu da vətəndaş cəmiyyətinin sənədin necə yerinə yetirilməsi prosesinə nəzarət etməyə imkanlarını məhdudlaşdırır. Ümumiyyətlə, mən üçün maraqlıdır. Yəni, Erkin bəy necə düşünür? Parlamentin rolu nə dərəcədə vacibdir ordu quruculuğunda? Mən hərbi ekspert deyiləm, bilirsiniz. Mən ona görə elə çox yaxşı ki, məhz bu sualı mənə verdiniz. Mən ümumiyyətlə bunun konstitusiyon və siyasi çərçivəsi haqqında danışmaq istəyərdim. Çünki bu bəzi doğrudur, təməl şərt olmasa da, amma bu bir çərçivədir. Elə bir çərçivədir ki, ordu məhz onun içində formalaşır və onun içində fəaliyyət göstərir. Və tarixən də götürsək, ordu üzərində mülki nəzarət məsələsinin içində, mayasında iki böyük sual var. Ordudan təhlükəsizlik və orduda təhlükəsizlik. Yəni, birinci məsələ belə həll olunur. Yəni, bilirsiniz ki, ordu çox böyük gücdür. Cəmiyyətdə güc baxımından onun qarşısına çıxa biləcək heç bir başqa güc yoxdur. Real, kobud, fiziki gücdür. Ona görə onun üzərində tarixən müxtəlif modellər düşünülmüşdü ki, mülki nəzarət necə olsun ki, ordu öz başına olmasın. Yəni, generallar cevriş edib hakimiyyətə gəlməsin, öz başına müharibə başlamasın, nə bilim, ordunun şəhərli küçələrinə çıxıb vətəndaş etirazlarını yatırtmasın. Çox örnəklər olub tarixdə, bunu bilirsiniz. El o cümlədən öz Sovet keçmişimizdə də biz bunu görmüşük 20 yanvar 90-cı il Bakıda ordunun nə etdiyini. Bir də orduda təhlükəsizlik məsələsi. Bu artıq orduda xidmət edən əskərlərin, hansını ki, o statistikanı siz göstərdiniz, o nisbətən texniki məsələ kimi görünə bilər. Məsələn, silahla rəftar, vaxtında geyim, onun müalicəsi və s. Amma bu da həm ordunun təchizat məsələsidir, bu isə büdcə məsələləridir. Həm orduda deməli, onun təsərrüfatının təşkilidir ki, bu da Müdafiə Nazirliyinin nəzarətindən tamamilə çıxarılıb tenderlər və müqavilələr vasitəsilə edilməlidir. Ordularda və hərbi hissələrdə mülki şəxslərin xidməti və onlarla müqavilə öhdəliklərinin formalaşması məsələsidir. Dolayısıyla bu kompleks məsələlərdir ki, hansılar ki, ordu üzərində mülki nəzarəti aktuallaşdırır və Azər bəyin də söylədiyi kimi bu məhz Müdafiə Nazirliyinin mülki şəkildə idarə olunması zərurətini doğur. Çünki Müdafiə Nazirliyi, ümumiyyətlə Nazirlik siyasi orqandır. Nazirlik, Müdafiə Nazirləri ordu üzərində əməliyyat rəhbərliyini həyata keçirmirlər. Müdafiə Nazirliyi ordunun strateji planlaşdırılması, hücumların və yaxud müdafiənin strateji planlaşdırılması ilə məşğul olmurlar normalda inkişaf etmiş ölkələrdə. Bunun üçün baş qərargah var. Yəni, operativ əməliyyat rəhbərliyi, strateji planlaşmanı, hamısının baş qərargah edir və baş qərargah məhz
hərbi bir qurumdur. Onun üzərində isə bir neçə səviyyəli mülki nəzarət təşkil olunur. 2 səviyyəsi bunun icra hakimiyyətinin nəzdindədir. Müdafiə Nazirliyi ordu siyasət sahəsində siyasəti həyata keçirən birbaşa qurum kimi. Onun da üzərində Ali Baş Komandan, o da mülki şəxsdir, dövlət başçısı. İndi respublikalarda bu prezident olur. Ona görə niyə bu səlahiyyət məhz mülki şəxsdə olur? Dediyim kimi, məhz ordudan təhlükəsizlik məsələsini təşkil etmək üçün ki, generallar siyasi iddialarını birdən əgər istəsələr gerçəkləşdirə bilməsinlər, hakimiyyəti zorla ala bilməsinlər, öz başına müharibə başlamasınlar və s. Generallar da bunun görə də sığortalanırlar, çünki onlar heç bir siyasi məsuliyyət daşımırlar. Yəni, bütün siyasi məsuliyyət düşür Ali Baş Komandanın üzərinə və onun kabinət üzvü olan Müdafiə Nazirliyinə. Bu icra hakimiyyətinin içində 2 səviyyəli nəzarət mexanizmidir. Amma onlar da öz başına olmamalıdır. Onların da üzərində bir parlament nəzarəti olur. Parlament xalqı seçdiyi və xalqı milləti təmsil edən bir qurum kimi normalda onların bir ordu quruculuğu, indi bizdə bu quruculuq sözləri mən çox da tam xoşlamıram, amma nəysə bir müdafiə məsələləri ilə məşğul olan daimi komitələri olur. Bizim parlamentdə də bu var. Və o komitənin birbaşa funksiyası məhz ordu üzərində mülki nəzarəti həyata keçirmək, ordu sahəsində siyasəti formalaşdırmaq, onun gerçəkləşməsinə nəzarət etmək. Bütün bunlar olmadan təbii ki, biz orduda sağlam mühitin formalaşmasını, orduda dərin islahatların aparılmasını təmin edə bilməyəcək. Sualım yarandı, yəni bu tenderlərlə bağlı qeyd edildiniz, eyni zamanda hesabatlılıq məsələləri. Tenderlər çox qapalıdır Azərbaycan reallığında, yəni müdafiə sektorunun təmin olunmasında tenderlər necə keçirilir, hansı şirkətlərə, hansı üstünlüklərinə görə üstünlük verilir, bu kimi məsələlər qapalıdır. Eyni zamanda büdcə hesabatlığı yoxdur, yəni müdafiə xərcləri 3,4 milyard dollardır artıq bu il üçün. Bu büdcə necə xərclənir, nə formada israf olunur, yəni bir Müdafiə Nazirinin bir lobbisilik siyasəti, ümumiyyətlə yəni parlamentdən daha çox pul qoparma və yaxud da qopartdığı pulu necə xərcləməsə dair hesabat verilməsi bir siyasəti yoxdur. Bu hansı çatışmamazlığa gətirib çıxardır, hansı problemlər ortaya çıxardır? Doğru. Ordu üzərində mülki nəzarətin bəlkə də indi demirəm ən səmərəli, amma çox güclü və səmərəli vasitələrindən biri də büdcə nəzarətidir. Çünki bilirsiniz, bu bütün ordulara xas mayasında olan məsələ bir problemdir və demokratik olmayan ölkələrdə, korrupsiya uğraşmış ölkələrdə bu problem inkişaf edə bilir. O da orduda büdcə yeyintiləri, xüsusilə silah alqı-satqısında və orduda təchizat, ərzaq, dərman və s. Bütün bunların hamısının ordu hardan alır, necə alır, o pulu necə xərcləyir, real bazar qiyməti onun necədir və s. və ilə. Bu büdcə nəzarəti kimi güclü parlament nəzarəti mən hələ tanımıram. Çünki bütün başqa nəzarətlər bu və ya digər dərəcədə ya hüququn üstünlüyünə hörmət etməyə bağlıdır, ya siyasi loyallığa bağlıdır. Amma büdcə nəzarəti çox konkretdir, rəqəmsal ifadəsi var və bunun artıq necə deyirlər, orası burası da yoxdur. Ona görə əgər ordunun üzərində parlament büdcə nəzarətini təşkil edə biləcəksə, bütün xərcləmələr üzərində hesab edin ki, ordu üzərində mülki nəzarətin xeyli hissəsi artıq təmin olunub və onun artıq sonraki formatını üzüb qoşmaq olar. Və mən yenə də Azərbaycan söylədiyim və mənim də bundan əvvəl qeyd etdiyim məsələni təkrar vurğulamaq istəyirəm. Müdafiə Nazirliyinin siyasi orqana çevrilməyinin zamanı yetişdi. Müdafiə Nazirliyinin və nazirin özünün mülki şəxs olmasının vacibliyi artıq şübhə doğurmur və Müdafiə Nazirliyi ilə baş qərargah arasında belə deyək, funksiyaların daha şəffaf və daha aydın olmasının zamanı yetişib, təkrar edirəm, hərbi rəhbərlik, əməliyyat rəhbərliyi, strateji planlaşma, bunlar hamısı ayrı başqa yer istəyirəm, baş qərargahın səlahiyyətindədir. Siyasət, büdcə, təchizat, hansı ölkədən, hansı həcmdə necə silah alınacaq və s. və bunlar artıq siyasi məsələlərdir. Bu artıq siyasi rəhbərlik işidir. Bax, bunların biz elə bir nə ilə ola bilsək, əsl Cumhuriyyət ordusunu təşkil edə biləcək. Aydındır. Bu, silahlı qüvvələrdə baş verən cinayətlərin, yəni cinayətkarların cəzasız qalmasına bağlı müxtəlif fikirlər var. Yəni, əsas
problemlərin kökündə dayanan məhz bu məqamın durduğuna dair müxtəlif ehtimallar mövcuddur və ümumilikdə bu sahədə olan qapalılıq, yəni qeyri-şəffaflıq müxtəlif şübhələr, ciddi şübhələr yaradır ki, Azərbaycan Silahlı Qüvvələrində misal üçün baş verən cinayətlərin törədilməsində iştirak edənlər nə dərəcədə cinayət məsuliyyətinə cəlb olunur, ümumiyyətlə bu proses necə edilir, ümumiyyətlə ordu qurulduğunda məhkəmə hakimiyyəti nə dərəcədə rol oynayır? Yəni bununla bağlı hal-hazırda sizin fikirlərinizi nələr istəyirsiniz? Mən ilk əvvəl ümumiyyətlə hərbi cinayətlər haqqında danışmaq istərdim. Dediyiniz kimi, hərbi cinayətlər cinayət məcəlləsinin xüsusi fəsli ilə nizamlanan cinayətlərdir. Ümumiyyətlə, Azərbaycanda baş verən hərbi cinayətlərin həm istintaqı, həm məhkəmə baxışı ayrıca məhkəmələr, xüsusi məhkəmələr tərəfindən, hərbi məhkəmələr, hərbi prokurorluq tərəfindən araşdırılması aparılır. Və mən burada bir məsələni qabartmaq istərdim ki, ümumiyyətlə, bu cinayətlərin kriminoloji əsasları cəmiyyətdə araşdırılmır. Ümumiyyətlə, nəyə görə ümumiyyətlə bu cinayətlər baş verə bilir? Bu çox önəmli məsələdir. Hərbi cinayətlərin bilirsiniz, orada nizamnamə münasibətlərində olan və yaxud da olmayan şəxslərin cinayətlərindən söhbət gedir orada. Bu cinayətlərin əsas səbəblərindən biri orduda baş olan psixoloji durum çox önəmlidir. Orada olan psixoloji durumun ağır olması bu cinayətlərin sayını artırır və əskəri ölümləri də ora bağlanır, sonra hərbidə olan digər hüquq pozuntularının da səbəbini orada araşdırmalısan. Bu psixoloji durumun yaradan səbəbləri nədir? Mən strateji bir neçə məsələləri seçmişəm, diqqəti çatdırmaq istəyərdim. Hərbidə hüquqi problemlər, strateji strateji problemlər hansılardır? Ən birincisi, hərbi qulluqçuların, zabitlərin hərbidəki qulluğunda yaranan problemlərdir ki, onların bir çox cinayətdə də bilirsiniz ki, əskərlərin aldığı pis rəftərə məruz qalmalarda bir çox hallarda zabitlər ittiham olunur. Zabitlər belə bir cinayətdə törətməkdə nəyə görə ittiham oluna bilər? Deməli, hər hansı bir azcında zabitlər öz vəziyyətlərindən narazıdırlar. Psixoloji durumları normal deyil. Psixoloji durumlarının mənim apardığım müşahidələrə görə ən çox psixoloji durumlar yaradan problem, onların psixoloji durumda yaradan problem zabitlərin vaxtında rotasiya olunmamasıdır. Çox önəmli məsələdir. Bilirsiniz ki, Azərbaycan hərbi hissələri müxtəlif hərbi hissələri var. Mərkəzdə olan hərbi hissələr var, döyüş bölgəsində olan hərbi hissələr var. Biz baxsaq ki, zabitlər hansı rotasiya ilə həmin döyüş bölgəsində olan hərbi hissələrdə qulluq etmək daha ağırdır. Daha çox psixoloji yük tələb edir. O zabitlər nə qədər, hansı müddətdən bir rotasiya olunaraq göndərilir, gətirilir. Və bu yubarılanda artıq zabitlərdə müəyyən hərbi qulluqda narazılıq yaranır. Və mən digər üçüncü bir məsələ var ki, bununla bağlı bir hərbi xidmət haqqında qanunun bir müddəası var. Yazır ki, 10 ildən çox hərbi qulluq keçmiş zabitin öz arzusu ilə ehtiyata getmək hüququ vardır. Bu maddə 24-cü maddədir. Bu maddə ümumiyyətlə qanunda ölü maddədir. Bu günə qədər mənim rastlaşdığım bir neçə hal olub ki, Müdafiə Nazirliyinə müraciət etmiş, öz arasında müraciət etmiş zabitlər bu maddə ilə ehtiyata buraxılmır. Və bilirsiniz, hərbi qulluq digər, həm bir peşədir, amma digər tərəfdən də bir ağır peşədir. Sən bu peşəni seçib gəlib peşə ilə məşğul ola bilərsən, amma sonra bir müddətdən sonra sən peşəni dəyişmək istəyən zərurətin yarala bilər səndə. Bu normal bir şeydir. Amma sən dövlət sənə bir zabit kimi yetişdirdikdən sonra, sən 10 il qulluqdan sonra sənə bu qanunla sənə imkan yaradır ki, bəli, 10 il qulluq elədin, dövlətə olan borcunu ödədin və artıq sən könüllü şəkildə oradan gedə bilərsən. Amma sənə dövlət bundan buraxmayanda artıq səndə psixoloji problemlər yaranır. Və burada artıq nizamnamə tabeçiliyində olan və yaxud da olmayan hərbi qulluqçular arasındakı cinayətlərdən birinin psixoloji səbəblərini çevrilir. Bu digər bir məsələ, hərbidə yaranan digər bir problem əskər ölümləridir ki, təbii ki, burada həm əskərlərin bir-birini öldürməsindən və ya hərbi qulluqçuların bir-birini öldürməsi nəticəsində yaranan cinayətlər var. Həm də suyu qəsdən özlərinə intihar faktlarından söhbət gedir. Mən ilk əvvəl deyim ki, ümumiyyətlə Azərbaycan Respublikası Konstitusiyasında konkret olaraq dövlət hər kəsin yaşamaq hüququnu tanıyır. Bunu bizim qoşulduğumuz beynəlxalq sənədlərdə də, Avropa İnsan Hüquqları Konvensiyasında da, siyasi və vətəndaş hüquqları haqqında beynəlxalq paktda da, bütün bu yaşamaq hüququ tanınır.
İstənilən halda əgər bir gənci dövlət əskər aparırsa, onun həyatına görə də həm pozitiv, həm neqativ öhdəlikləri var. Yəni ki, orada elə bir şərait yaratmalıdır ki, o insan intihar etməsin. Bu baxımdan dövlətin öhdəliyi var. Əgər belə bir fakt baş veribsə də, onda dövlətin pozitiv öhdəliyi yaranır ki, bunu araşdırsın. Niyə bu baş verib? Bugün, bəli, 64 ölüm hadisəsindən danışırıq. Kifayət qədər rəqəm olaraq böyükdür. Azərbaycan kimi ölkəsinin kifayət qədər böyük rəqəmdir. 64 ölüm hadisəsindən təbii ki, bunun bir qismini siz düşmən Ermənistan tərəfindən ayağına yaza bilərsiniz ki, belə döyüş bölgəsidir, düşmən tərəfindən atılmış atəş nəticəsində ölür. Amma orada da yenə dövlətin müəyyən öhdəlikləri var ki, dövlət əskəri üçün təhlükəsiz xidmət şəraiti yaratmalıdır. Çünki biz konkret olaraq döyüşdə deyilik indi. Digər tərəfdən də o Ermənistan tərəfi ilə atışmalar nəticəsində həyatını itirməmiş, həlak olmamış əskərlərə gəldikdə isə yenə də dövlət elə bir şərait yaradılmalıdır ki, insanlar normal qulluq eləməlidir. Əgər bunu yaratmayıbsa, artıq bu Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin konkret pozuntusudur. Konkret təcrübəmdə də mən bildiyim bir qərar da var. Türkiyəyə qarşı belə konkret qərar var. Hərbi qulluqçunun ölməsi nəticəsində dövlət məsuliyyətə cəlb olunub ki, sən öz hərbi qulluqçunu aparmısansa, bilirsiniz, hərbi xidmət özdə bir ciddi nizam tələb edən, həm də müəyyən qədər qapalı bir xidmət yeridir. O baxımında orada olan bütün bir çox hadisələr üçün dövlət məsuliyyət daşımalıdır. O cür qərarların məntiqi bilirsiniz necə həm də? Yəni artıq hərbi qulluqçunun azadlıqları mülki şəxslərə nisbətən çox azdır. Bunu bilirik. Bəli. Məhz onun müqabilində hərbi qulluqçunun əlindən, yəni müqavilə əsasında və yaxud çağırış əsası ilə fakt etməz. Yəni hərbi qulluqda olduğu zamanda onun bir çox siyasi və mülki azadlıqları məhdudlaşır. Onun müqabilində məhdudlaşmış azadlıqların həcminə mütənasib şəkildə dövlətin məsuliyyəti artır. Məsələn, dövlət sizin, mənim, onun, bunun üzərində mülki şəxs kimi biz azadlıqda bu dərəcədə məsul deyil. Biz ehtiyatsız davrana bilərik, hansısa alətlə bədbəxt hadisə baş verər, bizimlə üzülə bilərik, bu hökumətin üçün məsuliyyət yaratmır. Biz negativ məsuliyyət yaratmır. Biz azadlıqdayıq, biz özümüz o riskləri daşıyırıq. Amma hərbi qulluqçusu eyni həbsxanalarda da. Eynən həbsxanalarda da. Yəni, azadlığı məhdudlaşan insanlar üzərində azadlığın məhdudlaşmasına onun həcmindən mütənasib şəkildə hökumət götürür. Özünü qorumaq imkanları azalan yerdə artıq dövlət sərf etməlidir. Tam doğru. Bu cür. O baxımdan mən hesab edirəm ki, konkret olaraq bu məsələlərlə bağlı yəqin ki, Azərbaycan dövlətinin hansısa bir vəkilin götürəcəyi bir iş Avropa məhkəməsinə getsə, bu qiymətini alacaq bu problem. Dövlət indidən burada əgər neqativ öhdəliklərini yerinə yetirməyibsə, bu insanların həyatını müdafiə edə bilməyibsə, heç olmazsa bunları ciddi şəkildə araşdırıb, pozitiv öhdəliklərini yerinə yetirib və lazımi şəxsləri məsuliyyətə cəlb eləməlidir. Bundan əlavə son zamanlar bir neçə mənə rast gələn, o da mənə görə kifayət və strateji işdir, əskərlərin vətənə xəyanətdə ittiham olunması məsələsi. Bu da əskərlər arasında kifayətdir, əsasən döyüş bölgəsində qulluq edən hərbi qulluqçular arasında kifayətdir belə psixoloji gərginlik yaradan hadisədir. Bu işlərin bilirsiniz, bir çoxunu təhlükəsizlik orqanlarının istintaqları həyata keçir, istintaq aparılır, orada aparılır və bu işlərin bir çoxu da qapalı şəkildə aparılır. Və bu qapalı şəkildə aparılan işlərlə bağlı düzdür, bir neçə iş haqqında mənim məlumatım var və yaxud da hər də sirdən söhbət getdiyi üçün mən burada açıqlaya bilməyəcəm. Amma burada bir məsələni qabartmaq lazımdır ki, bu istintaqların, bu işlər üzrə istintaqların qapalı aparılması, şəffaflıqla olmaması kifayət qədər problemdir. Məsələn, vətəndaşlarda ümumiyyətlə ictimaiyyətdə belə bir ciddi problem yaranır ki, doğrudanmı bunlar vətənə xəyanət ediblər? Vətənə xəyanət etməyin yolu müəyyən sirri, dövlət sirrini yaymaqdır. Hər bir sıravi əsgərdə dövlət sirrini nə gəzə bilərdi? Məsələn, bu önəmli məsələdir. Bu məsələlər kifayətdir və problemli məsələlərdir və hadisələr, bilirsiniz ki, belə bir cinayətlərin sayı artmaqdadır, ciddi şəkildə artmaqdadır. Bundan əlavə bilirik ki, hər hansı bir ehtiyatsızlıqdan mı erməni tərəfə əsir düşən əskərlərimiz var ki, onlar qaydandan sonra eyni şəkildə ittiham olunurlar və bu artıq
belə bir problem yaradır ki, bizim əsgər təsadüfən əsir düşür. Hazırki vəziyyətdə bilirsiniz, bu yaxınlarda da bir əsgərimiz əsir düşdü. Və belə bir məlumat yaradır ki, Azərbaycana qayıtmaq istəmir. Çünki niyə? Çünki konkret olaraq vətənə xəyanətdə ittiham olunacağını bilir. Bu baxımdan ciddi problemləri var və ən vacibi də bu problemdə, sonuncu sağlanan problemdə vacib odur ki, şəffaflıq yoxdur. Bu insanların nə dərəcədə obyektiv ədalət mühakiməsinə, ədalətli mühakiməyə məruz qaldıqları barədə dəqiq fikir yoxdur. Aydındır. Bu məsələdə mən çox üzrəm qısa şəkildə deyim. Ümumiyyətlə, orduda olan sadaladığımız problemlər yalnız orduya olan problemlər deyil. Yəni, ordu sadəcə bir qapalı məkanda yerləşən bir təsisat deyil. Yəni, orduda qulluq edən insanlar da xalqın içindən çıxan insanlardır. Yəni, Azərbaycan cəmiyyətinin durumu nədirsə, orduda vəziyyət də ona uyğundur. Tam doğru. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycanda yalnız Qarabağ probleminin olması ilə bağlı deyil. Yəni, ilk növbədə Qarabağ problemi ilə bağlı olaraq, amma bundan əlavədə Qarabağ problemi olmasa da hər bir cəmiyyətdə ordunun bir kult olmalıdır ordu. Ordu bir qeyrət bir qurumu olmalıdır. Adını bu cür qoyaq. Bir fikir söyleyeyim sizə. Vaxtilə Singapurda dövlət başına yeni gələn Lee Kuan Yew öz memarında belə bir fikir söyləyib ki, mən hakimiyyətə gəldiyim zaman heç bir ordu yox idi və orduya getmək də istəyən yox idi və əfsuslarla qeyd edir ki, Çinlilərdə çox mənfi bir ordu ilə bağlı mənfi bir atalar sözü var idi. Belə bir söz var idi ki, deyim var idi ki, misdən dəmir olmaz, yaxşı olanlar əskərliyə getməz. Yəni, bugün Azərbaycanda da aşağı yuxarı eyni Singapurda olduğu kimi atalar deyimi olmasa da, amma aşağı yuxarı eyni durumdur. Bugün Azərbaycanda orduya getmək istəyən yoxdur. Çünki orduda ilk növbədə korrupsiya var. Və korrupsiya olduğuna görə bu hallar baş verir. Və bildiyiniz kimi orduya getməmək üçün bir çox insanlar pul verir, orduya getmir, əksəriyyət ordudan qaçır və aydın məsələdir ki, parlament nəzarəti yoxdur. İctimaiyyət heç bir şəkildə nəzarət edə bilmir, tenderlər hansısa şəkildə keçirilir, büdcə nəzarəti yoxdur, daha öncə də Erkin bəyin dediyi kimi. Ona görə bütün bu problemlər baş verir. Bu korrupsiya ilə bağlı bir maraqlı şey var. Bu ordunun şəxsi heyətinin formalaşması, yəni əskər heyəti. Biz bilirik ki, bugün bizim ordumuz çağırış formalaşır və çağırış yaşı da 18-35 arasıdır. 18-35 yaş arasında Azərbaycanda kişi cinsindən olan vətəndaşların toplam sayına baxsaq, mən bugünə olan dəqiq rəqəmi bilmirəm, amma bu böyük bir rəqəmdir. Ordunun şəxsi heyətindən dəfələrlə böyük bir rəqəmdir. Və bilirsiniz ki, biz, indi düzdür, o müqavilə öhdəliyidir, nə dərəcədə əməl olunur və müharibə şəraitində nə dərəcədə o aktualdır, amma eyni zamanda hər halda o öhdəlik bizim dövlətimizin üzərində var, çünki özü o öhdəliyi götürüb. ATƏT-in bilirsiniz ki, cinah deməli sazişi var. Orada bir məhdudiyyət var. Yəni ordunun şəxsi heyətinin deməli sayı əhalinin ümumi sayının 1%-dən artıq olmalıdır. Bu belə götürsə, indi yuvarlaq rəqəmlərlə götürsə 9 milyondursa bizim əhalimiz, deməli 90 mindən artıq şəxsi heyətim olmamalıdır ordunun. Bura daxili qoşunlara aid deyil, bura sərhəd qoşunlara aid deyil. Yəni Müdafiə Nazirliyinin kənarında olan hərbi birləşmələr bura daxil deyil. Yəni aşağı yuxarı mən düşünürəm ki, əslində bəlkə də 90 mindən çoxdur. Biz ortalama 120-130 minə bilmirəm toplam gəlir ya gəlmir. Mən tamaşaçılardan üzr istəyirəm. Çox məsuliyyətsiz söyləyirəm bu rəqəmləri, israr etmirəm. Statistikaya çıxışım yoxdur. Amma yəni aşağı yuxarı bu civardadır. Amma 18 və 35 yaş arası kişi cinsli əhalini götürsəniz, bu çox böyük rəqəmdir. Yəni yüz minlərlə adamdır. Yəni siz heç bir çağırışda eyni zamanda bu qədər adamı orduda
xidmətə cəlb edə bilməyəcəksiniz. Çünki həm planlaşma, həm büdcə xərcləri baxımından orada kar payı sayı var, orada qida payı var, orada silah sayı var, orada dərman deməli təminatı var. Bir çox şeylər var ki, adam başına hesablanır. Bu isə nə deməkdir? Bu isə o deməkdir ki, orduya çağırışı təşkil edən orqanların əlinə nəzarətsiz fürsətlər düşür. Yəni, bir seçim düşür. Kimi çağırım, kimi çağırmayım. Və eyni zamanda hamı çağırdın, hamı gəldi eyni zamanda. Sən bu qədər adamı orduda xidmətini təşkil edə bilmişsiniz. Deməli, mütləq hansısa şəkildə da vacib deyil qanuni, qeyri-qanuni, korrupsiya və yaxud. Hansı şəkildə sən qərar verməlisən ki, yox. Niyə bugün Cəsur getsin, Erkin qalsın? Xalid bu çağırışda getsin, Azər növbəti çağırışda gəl. Hansı yolla bu qərar qəbul olunur? O üstünlükləri kim təyin olur? Hansı meyarlar əsasında? Bu baxımdan çağırış, əgər biz ordumuzu hələlik çağırış yolu ilə təşkil ediriksə, çağırış yaşını bu qədər böyük məsafədə qoymamalıdır, endirilməlidir. Amma strateji olaraq, necə ki biz Cumhuriyyətimizi parlament cumhuriyyəti kimi görürük, gələcəkdə buna doğru görürük, ordu da müqavilə əsasında formalaşmalı və sizin dediyiniz o nüfuz məsələsində də orduya hər adam gələ bilməz. Orduya gəlmək üçün hələ böyük bir sınaq keçməlisən, imtahan verməlisən, fiziki hazırlıq, psixoloji hazırlıq. Orduda xidmət özlüyündə sənə xidməti bitirəndən sonra sosial nüfuz və üstünlüklər qazandırmalı. Məsələn, bilirsiniz, belə örnəklər var Türkiyəsində, İsraildə, Amerikada. Amerikada xüsusilə kasıb ailələrin oğlanları və qızları böyük həvəslə gedir orduya. Hətta orada bilirsiniz ki, orduya çağırış deyil orada, amma rekrut məntəqələri var ki, reklam edirlər ki, orduya gələsiniz. Amma hər adam da gələ bilmir. Orada yaxşı xidmət etsə, hərbi komandanlıqdan müsbət xasiyyətnamə alıb, çox yaxşı prestijli universitetə daxil ola bilər və onun pulunu orada ödəyir. Eyni zamanda və mənfi xasiyyətnamə alsa, artıq nəinki universitet, heç işə də düzələ bilməyəcək. Beləliklə, ordu xidmətinin cəlbediciliyi, nüfuzu artır və onun təbii ki, içində də sağlamlığına, şəffaflığına xidmət edir. Ordunun ictimai nüfuzundan danışarkən, mən hesab eləmirəm ki, orduda xidmətin keyfiyyəti onun ictimai nüfuzunu qaldırır. Yox, əslində ordunun nüfuzda olması onu keyfiyyətli edir. Niyə? Amma orduda nüfuzu nə qaldıra bilər? Orduda nüfuzu həmən ordunun müdafiə eləyə biləcəyi bir dəyərlər varsa da, onda həmən xidmət də dəyərli olur. Bizdə məsələn, o dəyər nə ola bilər? Məsələn, Azərbaycan cəmiyyətində geniş baxımdan yaxşı həyat tərzinin, gözəl bir həyat tərzinin olması və qorunmalı, müdafiə olunmalı bir şeyin dəyərinin olması o ordunun dəyərini artıra bilər. Əgər bir əskər nəyə müdafiə elədiyini hələ bilmirsə, dərk eləmirsə, o zaman onun ictimai nüfuzundan, o xidmətin ictimai nüfuzundan danışmaq olmaz. Mən inanmıram ki, biz ordunun keyfiyyətini qaldırandan sonra hamı cumacaq ki, xidmət gözəl bir şeydir. Yox, mən hesab edirəm ki, yenə də təkrar edirəm ki, ordunun ictimai nüfuzunu o ordunun müdafiə edə biləcəyi dəyərlərin olmasıdır. Doğru. Amma hər bir halda orduya getmək istəməyən insanlar olacaq, hər bir halda. Ona görə də ordunu elə qurmaq lazımdır ki, getmək istəmirsə, getməsin. Sadəcə müəyyən bir məbləğ ödəməklə, məsələn, Gürcüstan bildiyim qədərilə artıq bu. Sizin dediyiniz problem mən bayaq izah etdiyim məsələlərlə bağlı. İndi sistem problemi. Ümumiyyətlə dövlət qarşısında vətəndaş vəzifələrini hökmən deyil hərbi xidmətlə həyata keçirsin. Çox böyük vergi ödəsin. Milyonlarla vergi ödəsin, o cür həyata keçirsin. Yox, dediyim kimi. Və yaxud da başqa bir rollar var ki, onlarla öz dövlətə borcunu ödəsin. Əgər adamın demək ki, sağlamlığı imkan vermirsə, əgər onun nəslində psixoloji, psixiatrik xəstəliklər olubsa, özündə bəlkə də yox. Çünki psixiatrik xəstəliklər çox qəribə şəkildə irsən keçə bilir. Belə silahla sabah bu rəftar edəcək. Əgər bunun nə vaxtsa məsuliyyətə cəlb edilibsə, hətta üzərindən məhkumluq götürülübsə belə. Yəni, bu məsələlərdə orduya cəlb etməkdə çox ehtiyatlı davranmaq lazımdır və əgər siz görürsünüz, uğurlu orduların örnəyi göstərir ki, bu tip adamlar orduya gələ bilmirlər. İstəsələr belə onları götürmürlər. Çünki o nüfuz, o cəlb edicilik, dediyim kimi, çağırışçı ordularda o qədər də
nail olmaq mümkün olmur. Xüsusilə belə yaş hədləri çərçivəsində. Sizin o psixoloji durumlara da gələn problemlər də bilavasitə buna sözsüz. Yəni bu məsələlər məktəblərdə vəziyyəti keçən səfər də yəni müzakirə etdiniz. Yəni təhsil vəziyyəti necədir və uşaqlar elə bil ki, məktəbi bitirəndə universitetə qəbul edilmədiyi halda orduya getmək məcburiyyətində qalır və orduya gəldiyi zaman orduda sadəcə hansısa bir yazını yaza bilən, yəni onu bir savadlı şəkildə yaza bilən insanların belə azlığından danışmaq olar bugün Azərbaycanda. Aydındır. Ümumiyyətlə, burada səslənən fikirləri mən ümumiyyətlə qeydə aldım və ümumi bir yekun bir fikirlər, tezislər hazırladım və yəni əlavələr yəqin ki olacaq. Yəni ümumiyyətlə biz real olaraq ümumilikdə bizim fikrimizcə Azərbaycan Silahlı Qüvvələrinin ümumiyyətlə təhlükəsizlik və müdafiə sektorunun yenidən qurulması işə həyata keçirilməlidir. Yəni ümumilikdə siz dediniz, yəni Silahlı Qüvvələrin təxmini sayın, yəni bir qədər ondan az olar, yəni bəlkə çox olar. Yəni ümumilikdə 300 mindən artıq 50 silahlı xidmət edir Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda. Bəli. Yəni ona yaxın cüz strukturu var. Amma onların çoxusu o müqavilə etdiyinə aid deyil. Bəli. Yəni sözsüz, yəni bu da bir yoldur, bir usuldur, yəni belə deyək, müharibə ilə bağlı bəlkə də, yəni bəlkə başqa yox, legal olaraq, yəni daxili legal olaraq mən hesab edirəm ki, öz əhəmiyyətini itirir. Yəni yox, əhəmiyyəti itirdi ya itirmədi. Normalda bu 2007-ci ildə Rusiya həmin müqavilənin Azərbaycan qalır, yəni orada qalır. Azərbaycan qalır, amma eyni zamanda NATO ölkələri heç ratifikasiya eləmədi, bir çox onu əmsal olaraq yaxşı göstəricidir bir faiz məsələsi. Sadəcə olaraq məsələn, daxili qoşunlar legal olaraq o əmsal daxil deyillər. O ordu sayılmır da çünki. Ordunun o müqavilənin niyə bizim üçün əhəmiyyətini itirdiyini deyirəm. Çünki bizim üçün burada önəmli olan Rusiyanın o müqavilədə olub-olmamasıdır. Çünki biz Rusiyanın ordusunu inspeksiya eləməliyik o müqaviləyə görə. Rusiya da bizim ordunu inspeksiya eləməlidir və bilməliyik ki, bizim zonada, regionda Rusiyanın nə qədər ordu sayı var. Əgər biz Rusiya bu müqavilənin fəaliyyətini dayandırırsa, mənim inspektorlarımı öz ordusunu inspeksiya eləməyə buraxmırsa, mən üçün əhəmiyyətini itirdi o müqavilə. Aydındır. Yəni o ordunun yenidən qurulması dedikdə, yəni siz qeyd etdiyiniz kimi müqavilələ əsas keçid məsələləri aydınlaşdırılmalıdır. Yəni ümumilikdə mən hesab edirəm ki, yəni siz dediniz 1% o düzdür. Yəni 10% isə səfərbərlik ehtiyatı nəzərdə tutulur. Yəni Azərbaycan üçün 9000 nəfərlik bir ehtiyatı böyük bir qüvvət. Bunun üzərində işləmək lazımdır. Bunu hərəkətə gətirmək lazımdır. Bu NATO standartlarına tam uyğun bir proses olacaq və eyni zamanda əgər biz işğal altında olan torpalarımızı qaytarmaq istəyiriksə, biz təkcə 90 min, 100 minin üstündə dayanmalı deyilik. Biz böyük kütlə olan səfərbərlik ehtiyatının üstündə dayanmalıyıq. Bu tam olaraq müasir, yəni demokratik standartlara uyğun bir prosesdir. Amma işğal üzr istəyirəm çox. Sadəcə işğal məsələsi, müharibədə qalib gəlmək, torpaqlara qaytarmaq məsələsi bir tək ordunun işi deyil. Yəni biz millət olaraq ordunu qətiyyən suçlamağa haqqımız yoxdur bu məsələdə. Bütün sadalımız problemlər heç birisi ordunu suçlamaq cəhdi kimi yozulmamalıdır. Ordunu daim nüfuzunu yüksək saxlamalı, ordunu mütləq əzizləməli və qorumalı, amma dediyimiz kimi, ancaq o şərtlərlə ki, bax, bu problemlər həll olur. Yəni, belə hesab etmək olar ki, bizə 300 minlik, yəni 50 silahlı insan lazım deyil. Bizə tam islahata uğramış bir 80-90 min nəfər peşəkar müqavilə əsasında ordu bəs edər. Yəni, ümumiyyətlə, Azərbaycan təhlükəsizlik müdafiəsi. Digər qurumlar isə hüquq mühafizə qurumları olmalıdır. Gerçəkdən təhlükəsizlik məsələləri məşğul olmalıdır. Və eyni zamanda ikinci bir mühüm məsələ kadrların hazırlanması məsələsi. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti son illər qaçışıq bir proses həyata keçirdir. Yəni, bəzi kadrlar NATO ölkələrində hazırlanır, son vaxtlar 100-dən artıq vətəndaş göndərildi Rusiyanın ali hərbi məktəblərində təhsil almağa. Bu da ordu quruculuğunda bir qarşılıq, yəni ümumiyyətlə idarə olunmasında qarşılıq yaranır. Biz konkret seçməliyik. Azərbaycan hərbi strategiyası bəlli olmalıdır. Yəni, biz hansı təhlükəsizlik məkanında təmsil olunmaq istəyirik və biz ümumiyyətlə təhlükəsizlik və müdafiə sektorunda ona uyğunlaşdırmalıyıq. Kadrlar da ona uyğunlaşdırmalıyıq. Maddi texniki təminat məsələləri, silahlar da ona uyğunlaşdırmalıyıq. Biz niyə görə Rusiya tankını almalıyıq? Ola bilər ki, ona uyğun məsələn bir Türkiyə tankı alaq və yaxud da NATO ölkəsindən düzdür. Müəyyən qadağalar da var, amma müəyyən istisnalar da var. Gürcistan təcrübəsini nəzərə alaraq 2 dəfə xərc çəkəcəyimiz bir dəfəyə NATO silahı əldə edə bilərik müəyyən qaydalarla. Bu məsələyə xüsusi diqqət yetirməliyik. Ştat strukturu məsələləri çox vacibdir. Mən qeyd etdim, Müdafiə Nazirinin səviyyəsində, idarəedici səviyyədə bu islahatlar dayandırıldı. Bizdə Silahlı Qüvvələr Baş Qərargahı Müdafiə Nazirliyi aparatına ayrılmalıdır.
Bu çox mühüm bir məsələdir. Ya bizdə belə deyək, iki cür təcrübə mövcuddur. Birləşmiş qərargah sistemi də yaradıla bilər. Çox təəssüf ki, Azərbaycanda quru qoşunları var, amma quru qoşunlar komandanlığı yoxdur. Bu komandanlığın yaradılması zərurəti ortadadır. Qanunvericiliyin tənzimləməsi məsələləri, parlament rolu artırılmalıdır. Qanunvericilik bizdə əksərən Sovet dövründən qalmadır. Bir çox hallarda komandirlər özləri qərar verirlər və onların qərarları hər hansı bir qanuna əsaslanmır. Bu çox ciddi. Bəli. Yəni Azərbaycan qanunvericiliyi əksərən Sovet dövründən qalma qanunvericilikdir və parlament çox ləngliklə bu prosesə gedir. Bu sürətləndirilməlidir. Real olaraq biz bunun tezliklə Azərbaycan qanunvericiliyi tam olaraq NATO standartlarına uyğunlaşdırılmasının tərəfdarıyıq və eyni zamanda hərbçilərin təminatı məsələləri. Biz əgər orduda normal nizam-intizam qaydalarının qurulmasını istəyiriksə, zabitlər normal məvacib almalıdırlar. Zabitlər normal mənzillə təmin olunmalıdırlar. Misal üçün Azərbaycanda minlərlə zabit hazırda mənzil növbəsini gözləyir, amma bu yaxınlarda 120-dən artıq zabitə mənzil verirlər və digər zabitlərə nə vaxt veriləcək? Daim zabitləri asılı vəziyyətdə saxlayırlar ki, müəyyən siyasi məqsədlər üçün seçkilərdə onlardan istifadə etsinlər. Bu məsələlərə son qoyulmalıdır və zabitlər normal rütbələrinə uyğun, adlarına uyğun xidmət etməlidir. Seçki dediniz, onlar mı daxil edir? Buyurun. Seçki məsələsi çox önəmli, xüsusilə parlament və bələdiyyə seçkilərində. Ümumilli referendum və ya prezident seçkilərini demirəm hələlik, amma hərçənd ki, mən hətta orada da bu məhdudiyyəti qoymanın tərəfdarıyım. Amma vəziyyətə baxın. Məsələn, Bakıdan bir əsgər çağırılır və deyəlim ki, Zaqatalada, Şəmkirdə haradasa xidmət edir. Onun xidməti dövründə parlament seçkiləri keçirilir və o orada səs verir. Səs verir həmin o dairədən seçilməli olan adamların birisinə. Biz yaxşı bilirik, yəni siyasi kampaniyanın xüsusiyyətlərini, oradakı canlılığı, oradakı rəqabəti, oradakı ifadə açıqlığını, bunu orduda təşkil etmək mümkün deyil. Yəni kim nə deyir desin, ordu bu işlərə qarışmamalıdır. Ona görə və xüsusilə hətta özünü təmsil etməyəcək şəxs seçir. Çox bunu deyəcəm. Hətta məsələn Bakıda qeydiyyatda olan əsgər, Şəmkirdə, Zaqatalada və ya hər halda, Naxçıvanda, Lənkəranda oradan seçilməli olan adamın hər hansına səs verəcəksə, bir ildən sonra xidmətini dönüb qayıdacaq Bakıya, amma onun səsi oradadır artıq. Həmin deputat isə onun yaşadığı bölgədə təmsilçi deyil. Belə problem var. Çox ciddi problem. Ona görə sistemlərin problemi. Nə təklif edirəm? Çox qıcıq verici bir təklif olacaq, amma üzərində ciddi düşünülməsi gərəkir. Əskərlər, bu zabitlərə aid deyil, əskərlər xidmət çəkdiyi dövrdə seçkilər keçiriləcək təqdirdə o seçkilərdə iştirak etməməlidirlər. Müddətli qulluqçular. Təbii, müddətli sərvi. Yəni zabitlər aiddir, zabitlərə aid deyil. Amma əskərlər onsuz da bax o təmsilçilik problemi yaranır, legitimlik qüsuru var burada. Ona görə heç bir problem deyil. Ən azı majoritar sistem var. Bir ildən sonra heç bir problem deyil. Bir ildən sonra gəlib növbəti seçkilərdə seçici kimi iştirak edə bilər. Amma ümumiyyətcə seçki sistemi haqqında danışanda orada çox köklü bir islahatları düşünürük real olaraq. Amma bu məsələ çox vacibdir. Bu məsələdən irəli gələrək, misal üçün Müdafiə Naziri bizdə hər dəfə seçkilə qabağı bəyan edir ki, ordu filankəsə səs verəcək. Bu kimi bəyanatlara son verilməlidir. Ordu siyasətə qarışmamalıdır. Ordu neytral mövqedə olmalıdır. Yəni demokratik ölkələrdə bu belədir. Ən əsası, yəni ümumiyyətlə, yəni səfərbərlik ehtiyatlarının tənzimlənməsi məsələsidir. Bu bizdə qanunlar mövcuddur, çox yarımçıq qanunlardır və xüsusilə də vacibdir ki, Azərbaycanda bu proses həyata keçirilsin. Bununla bağlı xüsusi strategiya ortada olmalıdır və əsas məsələ ehtiyatda olanların, şəhid ailələrinin, ümumiyyətlə itkin və girov düşənlərin ailələrinin və bu kimi məsələlər xüsusi diqqətli olmalıdır. Əskər ölür, əskərin ölümünə görə 11.000 manatlıq sığorta pulu verirlər. Bu 4-5 aydan sonra verirlər. Əskərin dəfni ilə bağlı nə pul ayrılır, bu qalır əskərlərin, digər əskərlərin, zabitlərin boyuna. Onlardan 5 manat, 10 manat yığırlar ki, filan əskər olub, onun dəfni üçün filan qədər şəkər alaq, un alaq və s. Bu kimi məsələlər var. Yəni bu məsələ son qoyulmalıdır. Konkret dövlət bir təzminat qurmalıdır, yaratmalıdır forması ki, əskər ölən kimi onun dəfni üçün, dəfn mərasimi keçirilməsi üçün bu qədər vəsait ayrılmalıdır. 11.000 manat məbləğ artırılmalıdır, ən azı 10 dəfə artırılmalıdır. Əskərin dəyəri 11.000 manat ola bilməz. Əskərin dəyəri, əgər əskər hərbi xidmət müddətində belə deyək, ölübsə, onun üçün, yəni onun layiq olduğu dəyər olmalıdır. Yəni bu çox ciddi məsələdir və həmişə valideynlərin narazılığında olan bir məsələdir. Yəni bu qədər. Yəni başqa bir şey əlavə eləmək istəyirdim mən. Bilsinlər də mən toxunmadım buna. Bizdə ən böyük problem də hərbi qulluqçunun yarandığı problemləri zamanı, qulluqda yarandığı problemləri zamanı bunu mübahisələndirmə hallarının olmamasıdır.
Yəni bu imkanları sanki qanunvericilik var. Bilirsiniz, inzibati qaydada mübahisələndirmə var. Əgər deyirsiniz ki, 300 minlik Azərbaycan ordusundan söhbət gedirsə, təhlükəsizlik və müdafiə sektoru 300 minlik bu təxminən 8-9% səsvermə hüququ olan şəxslərin 8-9%-ni təşkil edir. Əgər ölkədə inzibati qaydada mübahisələnmiş vətəndaşların inzibati qaydada mübahisə açmaq hüquqları var. Hərbiçilərin də belə hüquqları ayrıdır. Hərbi inzibati mübahisələr açmaqları var. Azərbaycanda il ərzində belə mübahisələrin sayı bəlkə də bir 100-ə çatmır. 50-yə çatmır. Ümumiyyətlə, zabitlər, əskərlər, hərbi qulluqçular belə bir mübahisə açmaq hüquqlarının olduqlarından xəbərsizdilər. Belə bir məhkəmələr var, hərbi məhkəmələr onların bu şikayətlərinə baxa bilər. Belə bir şey yoxdur. Ümumiyyətlə, bu ölü bir prosedurdur. Ölü bir prosedur ki, istifadə olunmur ondan. Bir də bu nəzarət məsələsi ilə bağlı demək istəyirdim. Bu ictimai nəzarətə toxundu o da öncə. Burada həm internetin, həm başqa texnologiyalardan müəyyən mənada mənə elə gəlir ki, istifadə etmiyorlar. Məsələn, orduda hansı problemlər baş verir? Əskərin hansının ki problemləri var orduda, konkret en hərbisi hissəsində, ailəsinin bundan xəbəri yoxdur. Yəni, ailə də, belə deyək də, ictimaiyyətin bir qurumudur, bir hissəsidir. Və burada bu texnikalarda müəyyən mənada istifadə edib, texnologiyalardan istifadə edib, əskərlə ailəsi arasında, məsələn, Skype vasitəsilə ayda bir dəfəmi, həftədə bir dəfəmi hansısa bir əlaqə qurmaq imkanları olardı. Bu çox vacibdir. Bir tərəfdən indi deyə bilərik ki, Azərbaycan hər bir regionunda, rayonunda internet o qədər inkişaf etməyib, yəni o problem də var. Oldu. Çox sağ olun. Bugünkü verilişimiz real olaraq biz ordunun yeni təməldə qurulması mövzusunu müzakirə etdik. Biz doğrudan da real olaraq hesab edirik ki, Azərbaycan Silahlı Qüvvələri ciddi şəkildə yenidən qurulmalıdır, güclü ordu olmalıdır. Bu həm Azərbaycan işğal altında olan torpaqların geri qaytarılması, eyni zamanda Azərbaycan təhlükəsizlik qayğılarının qarşılanması baxımından çox vacibdir. Çox sağ olun. Sağ olun. Sağ olun.